Salam uşaqlar. Bugün mən sizə iki nöqtə arasındakı məsafə düsturu və çevrən tənliyi danışacağım. Amma ona keçid almaq üçün müəyyən biliklərdən istifadə edəcəyik. Aşağı siniflərdən olan biliklərimizi təkrar eləyək. Biz bilirik ki, ədəd oxu üzərində 0 hesab olan başlanğıc idi. Sıfırdan sağda yerləşən ədədlər müsbət, solda yerləşən ədədlər mənfi idi. Əgər burada A nöqtəsi verilib, 3 verilibsə, burada da B nöqtəsi verilib, koordinatda da mənfi 4 verilibsə, AB məsafəsini tapanda sağdakı koordinatdan soldakı koordinatımızı çıxırıq. Yəni 3-dən çıxırıq mənfi 4-ü, məsafəmiz 7 olur. Hər zaman sağ koordinatdan sol koordinata çıxmaq lazımdır. Əgər burada bir dənə də D nöqtəsi verilsəydi, burada D nöqtəsi verilsəydi, AD məsafəmiz yenə nə olacaqdı? 3 çıxılsın 1 bərabərdir, 2-yə bərabər olacaqdı. Və ya da ki, ikisi də solda yerləşsə, burada bir dənə C nöqtəsi desək, C-nin koordinatı mənfi 2 olsa, CD, CB məsafəsi mənfi 2-dən çıxacaq mənfi 4-ü, müsbət 2 olaraq məsafəni tapacaq. Moduldan hər zaman müsbət çıxır. Bu olur üfüqi ox üzərində və ya da ki, şaqılı ox üzərində də ola bilər məsafə. 0 burada yerləşsin, 4 buradadır, burada da mənfi 3-dür. Yenə məsafəmiz 7-yə bərabər olacaq. Amma bizə düzbucaqlı koordinat sistemində maili ox verilsə, bu zaman düz xəttin tənliyin qurmaq üçün başqa bir tənlikdən istifadə edəcəyik. Əgər bizə bu düzbucaqlı koordinat sistemində verilən düz xəttin başlanğıc koordinatları, məsələn, A nöqtəsi koordinatı olsun x1, y1, A nöqtəsi olsun x1, y1, bir dənə də son nöqtəsi B nöqtəsində koordinatı olsun x2, y2 kimi qeyd edək. x2 və y2 kimi qeyd edək. Və AB məsafəsini tapmaq üçün isə üfüqi deyil ki, bunu rahatlıqla tapaq. Biz üfüqi bilirik demə, buradan y oxuna və x oxuna paralel düz xətləri çəkirik. Və bu zaman bizə düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucaqda bura bir dənə C təpəsi desək, AC-miz katet və BC-miz katet olur. Katetimizin uzunluğu, məsələn, bura 8 desək, bura 4 desək. Buradan məsafəmiz necə olacaq? 8-dən 4-ü çıxacaq. Əgər bura 2 desək, bura 5 desək, onda y də, yəni ki, BC-nin uzunluğunu tapmaq üçün 5-dən 2-ni çıxmalıyıq. Amma düstur olaraq bizə alınır ki, AB məsafəmiz x2-dən x1-i çıxırıq, kvadrata yüksəldirik, çünki bu katetdir. O biri də y2-dən y1-i çıxıb kvadrata yüksəldirik. Bu da katetdir. Biz bilirik ki, burada AB hipotenuz idi. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər oldu. Və verilən koordinatlarımız var idi. Belə yazdım. A nöqtəmizin koordinatı nümunəl olaraq 4, 2-dir. Və B nöqtəmizin koordinatı orada verilib 2, 5 olarsa, AB parçasının uzunluğunu tapmaq üçün kök altında yazırıq. Bu x1-dir, bu y1-dir. Burada x2 və y2-ni qeyd edirik. Və olacaq x2 çıx x1. Yəni 2 çıxılsın 4-ün kvadratı. 4, 2, 2, 5. 8, 5'dir burada. 8, 5'dir üzr sayın. 8, 5. 8 çıxılsın 4-ün kvadratı, üstə gəlsin, o biri olacaq 5 çıxılsın 2-nin kvadratı yazacaq. Olacaq 8-dən 4-ü çıxanda 4, 4-ün kvadratı, üstə gəlsin 3-ün kvadratı.
bərabər olacaq. Kökün altında 25. 25-dən nə çıxacaq? 5 çıxacaq. İki nöqtə arasındakı məsafə düsturumuzu belə tapırıq. Yəni ki, AB parçasımızın uzunluğu 5-ə bərabər oldu. Bəzən kök altında da qala bilər. Bu rəqəmlərdən asılıdır. Amma diqqətli olmaq tələb olunur. Və bu iki nöqtə arasındakı məsafə düsturunu biləndən sonra bəzən bizdə iki nöqtənin orta nöqtənin koordinatını deyir. Əgər burada orta nöqtəsi AB-nin ortasında bir dənə M nöqtəsi olsaydı, onda orta nöqtəmizin koordinatları M, orta nöqtənin koordinatı x1 üstəgənsin x2 böl 2 və 21 üstəgənsin 22 böl 2 düsturuna hesablanır. Və verilən və yaxud ki rəqəmlərdə M nöqtəsinin koordinatını tapsaq, olacaq x1'imiz 4 idi, o biri 8 idi, böl 2. Digəri isə 2 ilə 5'i toplayıb 2'yə böləcək. Olacaq koordinatlarımız 6 və 3,5. Yəni orta nöqtəmizin koordinatı, burada olan koordinatımız 6 və 3,5 qeyd edirik. Və iki nöqtə arasındakı məsafə düsturunu biləndən sonra biz çevrə tənliyinə keçid ala bilərik. Çevrənin tənliyi nədir? Əgər koordinat oxlarında çevrənin mərkəzi, bir çevrə çəkirik, çevrəmizin mərkəzi koordinat başlanğıcında yerləşsə, yəni 0,0'da yerləşsə, buradan bir radius çəksək, radiusun uzunluğunu tapmaq üçün çevrənin üzərində bir dənə A nöqtəsi qeyd edəcəyik. Bu A-nın da koordinatları olur. Uyğun olaraq x və y kimi qeyd etsək. Artıq burada r yenə bizim üçün hipotenuz olacaq. Olacaq son koordinatımız x, başlanğıc koordinatımız isə 0 olacaq. Çünki koordinat başlanğıcından keçir. Üstəgənsin y çıxılsın 0'ın kvadratı və tənliyimiz olacaq kökdən xilas edəcək x kvadratı üstəgənsin y kvadratı. Bu olur təpəsi çevrənin mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi. Amma bu çevrə hər zaman çevrənin mərkəzində olmur. Bax, bəzən bu sürüşmə baş verə bilər. Aşağı, yuxarı, sola, sağa, parabola kimi çevrəmizdə hərəkət edə bilər. Bu zaman isə nə olacaq? Artıq çevrənin mərkəzi başqa koordinatlarla tapılacaq. Baxın, burada çevrə çəksək, mərkəzi burada, bir dənə çevrə çəkdik. Artıq çevrəmizin mərkəzi sağa, yuxarı keçmiş olacaq. Onda tənliyimiz belə olacaq. X çıxılsın A-nın kvadratı, üstəgənsin y çıxılsın B-nin kvadratı, bərabərdir R-in kvadratı. Deyir, radiusu mərkəzi 3, 5 olan və radiusu 8 olan çevrənin tənliyini qur. Mən də yazıram, x çıxılsın 3'ün kvadratı, üstəgənsin y çıxılsın 5'in kvadratı, bərabərdir 8'in kvadratı. Görürsünüz, burada kvadratla verilib. Və yaxud da ki, bizə verilib, çevrənin tənliyi verilib, x-in kvadratı üstəgənsin y çıxılsın 7'in kvadratı, bərabərdir verilib bizə 144. Və bu çevrənin tənliyi verilib, deyir ki, mərkəzin koordinatını tap. Görürəm ki, x-da sağa sola sürüşmə yoxdur. Ona görə mərkəzin koordinatı 0 və müsbət 7 yazacam. Mərkəz olacaq 0, 7. Amma r-in kvadratı 144 isə r-in özün kök altında 144'dən neçə çıxacaq? 12 olaraq tapacaq. Bəzən isə bizə verilir ki, x çıxılsın 3'ün kvadratı, üstəgənsin y çıxılsın 2'in kvadratı, bərabərdir olsun. Bir dəqiqə.
144. Belə bir çevrə verilib. Və deyir ki, bu çevrə x oxu ilə kəsişmə nöqtəsinin koordinatını tap. X oxu ilə kəsişmə. Oxu ilə kəsişmə. Demək ki, x oxunu kəsiləndə i-yə 0 deyəcək. i-yə 0 desək, i-yə 0 desək. Gətirib burada i-yə 0 desək. Artıq tənliyimiz olacaq. X çıxılsın 3-ün kvadratı. Üstə gəlsin 0 çıxılsın 2-nin kvadratı. Bərabər nə? 144 tənliyi alacaq. X çıxılsın 3-ün kvadratı. Üstə gəlsin 4 bərabərdir 144. X çıxılsın 3-ün kvadratı bərabər olacaq 140-a. Və bu tənliyi həll edib tapmalıyıq. Amma mən elə rəqəmləri yazdım ki, buradan kök çıxmır. Məsələn, kök çıxan ədəd eləsəydik, məsələn, bu yazsaydıq 148. 148 yazsaydıq. 148-dən 4-ü çıxacaqdıq, 144 alınacaqdı. Və bu zaman x çıxılsın 3-ü bir dəfə 12-yə, bir dəfə də x çıxılsın 3-ü bərabər edəcəkdik -12-yə. Çünki hansı ədədin kvadratı 144-dür? 12-nin. X bir dəfə tapacaqdıq 15, bir dəfə də tapacaqdıq -9. Bu nə deməkdir? Yəni ki, bu çevrə, axı, y0 olanda, deyir, y0 olanda, x oxundan keçəcək. Baxın, bu formada olacaq. Bura -9 yazaq, bura 15 yazaq. İki nöqtədə çevrəni kəsdi. Bir də tam kvadratı ayırmaqla çevrənin tənliyi alınması yolu var. Ən çox orada çalışırlar uşaqlar. Məsələn, yazır ki, x-in kvadratı çıx 2x, üstə gəlinsin y-in kvadratı, üstə gəlinsin 6y, üstə 7. Bərabərdir 0. Tənliyi verir. Bu formada verilən çevrənin tənliyi qurun və yaxud da ki, mərkəzini, radiusunu tap deyir. Biz burada tam kvadratı ayırmanı bacarmalıyıq. X-in kvadratı çıx 2x. Baxaq görə. X-in kvadratı var, 2 qatı var. Demək ki, 3-cü həddimiz çatmır. O zaman belə eləyirik. Natamam kvadrat tənliyidir. Demək, burada 2-yi 2-yə bölürük. 1. 1-in kvadratını bura əlavə eləyirik. Və çıxırıq. Digərində isə y-in kvadratı üstə gəlsin 6y idi. 6-yı 2-yə bölürsən. 6-yı 2-yə bölürsən 3. 3-ün kvadratını bura əlavə eləyirik. Və çıxırıq. Üstə gəlsin 7. Bərabərdir 0 tənliyi alırıq. Və bu zaman burada tam kvadratı ayırmanı bacarma lazımdır. Baxın, bu olacaq x çıxılsın 1-in kvadratı. Üstə gəlsin y, üstə gəlsin 3-ün kvadratı. Və burada qalan ədədlərimiz -1, -9. Olur -10. -10'un da üstünə 7 gələndə -3 bərabərin bu tərəfinə keçirik. Və buradan alınır ki, mərkəz olacaq 1, -3, əkslərini yazırıq. Və r-in kvadratı bərabərdir 3. R-in özü neçəyə bərabərdir? Kök altında 3 olan çevrənin tənliyidir. Yenə deyirəm, tam kvadratı ayırmanı tam başa düşmədiysə, yenə x-in kvadratı çıx 8x, üstə gəlinsin 10, 5 belə bir tənlik verilibsə, deyəcək, buradan tam kvadrat ayır. Sən o saat baxırsan, x-in kvadratı 8 neyin 2 qatı idi? 4-ün. Onda 4-ün kvadratını bura əlavə edək və çıxaq. Çünki misalın şərti dəyişməli deyil. Və burada alınan, baxırıq, birinci həddin kvadratı hasının 2 qatı və ikinci həddin kvadratı var. Alınır burada x çıx 4-ün kvadratı. Burada isə -16-ın üstünə 15 gələndə -1 alırıq. X-in kvadratı üstə gəlsin 10x, üstə gəlsin, məsələn yazılıb 28 yazılıbsa və baxacaq. X-in kvadratı 10-nin 2 qatıdır. 5-in 2, vurasın 5x. Aha, birinci həddimiz x imiş, ikinci həddimiz 5 imiş. Bu düsturun ikisi də. Demək ki, 5-in kvadratı 25-i bura əlavə edəcək və çıxacaq. Üstə gəlsin 28 misalın özündə var idi.
və burada alınan tam kvadratı ayırırıq. X üstəgəlsin 5'in kvadratı üstə 3. X'in kvadratı çıx 6x. Üstəgəlsin y'in kvadratı çıx 10 y. Çıx 35 bərabərdir 0. Tənliyində deyir ki, mərkəzin koordinatı və radiusu tapın. Yenə deyir, x'in kvadratı çıx 6x, 6-nın 2 qatıdır. Demək ki, burada 9'u əlavə edəcəyik, 9'u çıxacaq. Dəqiqə, burada dəyişməliyim. Çıx 9, o birində olacaq üstəgəlsin y çıxılsın 2 vurulsun 5 y, üstəgəlsin y'in kvadratı 25'i əlavə edib 25'i çıxacaq, üstəgəlsin 35. Özümdən yazıram, ola bilər ki, nəsə mənfidə, müsbətdə. Burada olacaq x çıxılsın 3'ün kvadratı, üstəgəlsin y çıxılsın 5'in kvadratı yazırıq. Və mənfi 9, mənfi 25, mənfi 34, mənfi 34. Bu 33 eləyək. Mənfi olsaydı, 35 olsaydı 1 olur. 1 o tərəfə keçirəndə mənfi 1 olacaqdı. Orada radius olmayacaqdı. Mənfi 34'ün də üstünə 33 gələndə 1 alınır. 1 də bərabərin o tərəfinə keçirəndə 1 alındı. Demək ki, mərkəzimizin koordinatı 3, 5 və r-in kvadratı 1'ə bərabərdir. Radiusu 1'ə özünə, yəni ki, kök alırıq. 1'ə bərabər olan çevrənin tənliyidir. Koordinat oxlarla kəsişirsə, birin kəsirsə, o birinə 0 deyirik. Bu formada tapırıq. Yenə özünüz də araşdırın, axtarın, yazın. Səbirlə sona qədər dinləmişsinizsə, daha sizə sözüm yoxdur. İnşallah ki, imtahanda da gözəl yaza bilərsiniz.